Değerli yurtseverler, qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı İcması Təşkilat Komitəsinin 3 may 2026-cı il tarixdə açıq yığıncağında qəbul edilmiş qərarların həyata keçirilməsi məqsədi ilə nümayəndə heyətimiz bugün doğma yurda qədəm basır. Hal-hazırda nümayəndə heyəti doğma yurd Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin girişində olan şəhidlərin xatirəsinə ucaldılmış xatirə lövhəsinin qarşısındadırlar və birazdan doğma yurdumuza qərarların icrası məqsədi ilə qədəm qoyacağıq və o işləri davam etdirəcəyik. Nümayəndə heyətimiz hal-hazırda Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin girişində olan şəhidlərimizin xatirə lövhəsinin qarşısındayıq. Şəhidlərimizə rəhmət diləyib, onların ruhlarını şad etmək məqsədi ilə doğma ilk dəfə, yəni ilkin olaraq doğma yurda qədəm basanda Tatar Qaraqoyunlu Qiyaslı İcmasının protokol qaydalarına uyğun olaraq ilk dəfə bunu xatirə şəkli çəkdirib doğma yurda qədəm basırıq. Və qeyd etdiyimiz kimi 3 may 2026-cı il tarixdəki açıq yığıncağımızın qərarlarını həyata keçirmək məqsədi ilə işə başlayırıq bu dəqiqələrdən. Bir daha şəhidlərimizə rəhmət diləyirik və onların timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə can sağlığı, vətən müharibəsi iştirakçılarına uğurlar və sağlıq arzulayırıq. Diqqətinizə görə sağ olun və nümayəndə heyəti öz işinə başlayır. Dəyərli yurtsevərlər, qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı İcması Təşkilat Komitəsinin 3 may 2026-cı il tarixli açıq yığıncağının qərarını həyata keçirmək üçün nümayəndə heyəti indi hal-hazırda doğma yurtdadır. Şəhidimiz Etibar Xanışoğlu Cəfərovun məzarını ziyarət edirik və ziyarətdən sonra növbəti digər şəhidimiz Fəxrəddin Piriyevin də məzarını ziyarət edib, o yığıncağın qərarlarının həyata keçməsi üçün müəyyən tədbirlər planı hazırlamaq üçün doğma yurtda baxış keçiriləcəkdir. İndi isə nümayəndə heyətin üzvləri hərəsi öz fikirlərini söyləsin. Bu barədə Zahir bəy. Buyurun Nazım bəy. Nazım bəy buyurun. Deməli söylədiyiniz kimi Tatar Qaraqoyunlu Qiyaslı İcmasının planlaşdırdığı tədbirlərin həyata keçirilməsi üçün Təşkilat Komitəsinin 6 üzvü hal-hazırda kəndə elzam olunur. Bundan planlaşdırdığımız müəyyən məsələlər var. Bu ziyarətdən sonra yəqin ki, müəyyən bir məsləhətləşmələr aparacağıq. Sonra gəldiyimiz qərarı açıqlayacağıq kənd cəmiyyəti üçün. Zahir bəy buyurun. Əlimizdən gələni əsirgəmirik. Heç kəs əsirgəməsin. Xəqani bəy. Allah şəhidlərimizə rəhmət eləsin və arzu edirəm ki, bütün elimiz, obamız, yəni bu deyilən tədbirlərdə iştirak edə bilər. Canla başla. Kamal bəy. Mən də hər birinizə təşəkkür edirəm. Mən də o görüləcək işlərdə müəyyən tədbirlərimiz var ki, onu birlikdə İcmamızın nümayəndələri və kənd əhalisinin köməyi ilə bu tədbirlərin hamısını həyata keçirdəcəyik. İnşallah buradan Qaraqoyunlu kəndinə gedəcəyik. Orada müəyyən tədbirlərimiz var. Onu görəcəyik. Allah hamısına can sağlığı, şəhidlərimizə də Allah rəhmət eləsin. Dilavər bəy. Sağ olun, təşəkkür edirəm hamınıza. Allah elimiz obamıza versin. Elimiz obamızdan hamımız razıyıq. Birləşib bu 3 qəbirstanlığı bərpa eləmək üçün hamıdan xahiş edirik, köməklik eləsinlər. Dəyərli yurtsevərlər, qeyd etdiyimiz kimi bəli, açıq yığıncağımızın qərarlarını həyata keçirmək üçün nümayəndə heyətimiz hal-hazırda doğma yurtdadır. İndi bu şəhidlərimizi ziyarət edəndən sonra biz indi qayıdıb növbəti kənddə, doğma yurtda məsləhətləşmə toplantısını keçirib və qərarlarla yəqin ki, yaxın vaxtlarda sizi tanış edəcəyik. Bir daha diqqətinizə görə sağ olun və ziyarətimiz davam edir.
Değerli yurtseverler, qeyd etdiyimiz kimi şəhidimiz Etibar Cəfərov məzarını ziyarət elədik. Nümayəndə heyəti olaraq. Hal-hazırda digər şəhidimiz Fəxrəddin Piriyevin məzarı qarşısındayıq. Onu da ziyarət edirik və yuxarıda qeyd olduğu kimi 3 may 2026-cı il tarixli Tatar Qaraqoyunlu Qiyaslı İcması Təşkilat Komitəsinin açıq yığıncağının qərarlarını həyata keçirmək məqsədi ilə nümayəndə heyəti doğma yurdumuza ezam olunub və hal-hazırda şəhidimiz Fəxrəddin Piriyevin məzarını ziyarət edirik. Qeyd edildiyi kimi nümayəndə heyətin üzvləri də qeyd etdilər ki, Təşkilat Komitəsinin açıq yığıncağında qəbul edilmiş qərarların icrasına çalışacağıq. Bu müəyyən məsləhətləşmələr aparandan sonra doğma yurtdan bütün olan yurtseverlərə yəqin ki müraciət olacaq, hansı işlər görünəcək və lazım olarsa yardım nöqteyi nəzərindən də müraciət olunacaq. İndi qalan imkan daxilində, Təşkilat Komitəsinin imkanı daxilində olan işləri çalışacaq ki, Təşkilat Komitəsi öz üzərinə götürsün. Bir daha diqqətinizə çatdırırıq ki, nümayəndə heyəti doğma yurddadır və ziyarətimiz davam edir, işlərin planlaşdırılması davam etdirilir. Qeyd edildiyi kimi Təşkilat Komitəsinin nümayəndə heyəti bayaqki çıxışlarında da qeyd etdilər. 3 may 2026-cı il Tatar Qaraqoyunlu Qiyaslı İcması Təşkilat Komitəsinin açıq yığıncağının qərarlarını həyata keçirmək üçün məsləhətləşmək məqsədi ilə nümayəndə heyəti doğma yurda ezam olunub. Hal-hazırda şəhidlərimiz Etibar Cəfərov və digər şəhidimiz Fəxrəddin Piriyevin məzarlarını ziyarət edib, öz işini davam etdirmək üçün doğma yurda baxış keçiriləcək. Diqqətinizə görə çox sağ olun. İşlər davam etdirilir. Hər bahar gələndə kövrəlirəm mən. Qaçıb kəndimizə getməyim gəlir. Yaşıl yamaclarda rəngbərəng bitən güllər arasında itməyim gəlir. Önsiz cığırlarda yıxılım, durum, toz torpağı üst başıma bulaşsın. Otları yollardan əlimlə yolum, sarmaşıqlar ayağıma dolaşsın. Çadır qurub evimizin yerində, bircə gecə qonaq qalım vətəndə. Dərim it burnunu, kəkli yotunu, çay dəmliyim, süfrə salım vətəndə. At çapıb yaylağa çıxım vətəndə. Dəyərli yurtseverlər, Qəflənin yenişi deyilən yerdəyəm. Buradan bu qarşıdakı tərəf ora Çöpədəriyə gedən yoldur. Almanın yoxuşudur. Bu tərəflər, arxa tərəfdə o üzdə kələkdir. Buradan Xustub dağının zirvəsi görsənir. Qardır. Çox gözəl. İnanırsınız, o biçənəklərimizdə otu yığıb yığışdırmaq mümkün deyil. Maşallah, o qədər bol otluqdur. Bu vələmir deyil, vələmirlik deyilən bir sahədəyəm. Mən düz Qəflənin yenişidir. Qəflənin yenişindən. Orada da görsənir, qafillə Seymurdur, çaşır yığırlar, çaşır kökləri, çaşırın özü. Mən elə gəldik, mən də dedim, bu doğma yerlərimizi bir daha xatırlayım və sizə də xatırladım. Tanrının izni ilə inşallah gəlib yaşayıb, burada məskunlaşıb, köhnə xatirələrimizi yad etməklə bir daha bu yerlərdən istifadə eləyərik. Doğma yurdumuzdan, onun mənzərəli sahələrindən
Hər birinizə Atəşin salamlar. Sağ olun, gününüz uğurlu olsun və doğma yurtda gəlib bu sevincləri bölüşmək istəyilə. Bir daha hamınıza salamlar olsun. Dəyərli yurtsevərlər, indi qəflənin yenişi deyən yüksəklikdəyik. Bax, ora Almanın yoxuşudur, qarşıda görsənən Çöpədəriyə gedən yoldur. O tərəfdə, o da bax, Kələk tərəfdən o görsənən yer çox mənzərəli, cənnət məkandır. Bax, burada göstərir, bu da qafillə Seymurdur, çaşır yığırlar. Çox mənzərəli. Tanrıya şükürlər olsun. Ot biçənəklər bilirsiniz necə sıx ot əmələ gəlib. Çox vələmir deyilən bir sahədir. Çox maraqlıdır ki, bu vələmir olan yerlərdə heç bir başqa alaq otları görsənmir, başqa otlar. Qəşəng. O ki, hər tərəf bax, gül, çiçək, çox cənnət bir məkandır. Tanrımız inşallah qismət edər, gəlib kəndimizdə, kəndlərimizdə məskunlaşıb yenidən buralardan gəlib istifadə eləyərik. Gediyələrlə. O da Qustub dağıdır, zirvəsi qardır hələ. Bax, aman o Qustubun deyirdilər, o qarın sərinliyidir kəndə həmişə yəni. Çox düzdür, qara tikanlıq. Demək olar ki, bu ərazilərdə yoxdur. O tərəfdə görsən ağaçlar, məncə saqqız ağaçlardır. Böyüyüblər, dözümlü ağaçlardır. Bir daha hər vaxtınız xeyirli olsun. İnşallah doğma yurdumuzda gəlib yaşayıb bu yerlər qismətimiz olsun. Doğma yurtdan Atəşin salamlar hər birinizə. Göy qurşağı var. Həmin. Buyurun. Baxın, göy qurşağı necə mənzərəlidir doğma yurdumuzda. Baxın. O tərəfdən hər bir maşın gedir. Göy quşağını çalışıram tam halda görsənsin. Tanrımıza şükürlər olsun. Bəli, köhnə xatirələr. Dəyərli yurtsevərlər, doğma yurdumuza və günəş doğur. O 50'li tərəfdən. Bax, görürsünüz, günəş qalxır. O Xozan məktəbinə, Xozana gedən yol, o stadionun yanına. Bax, o yalın başından günəş görsənir. Həmişə yurdumuz belə günəşli olsun, sevincli olsun, bizimlə olsun, bizdə olsun, gələcək nəsillərimiz üçün olsun. Bax, belə sevincli sabahlar, uğurlarımız bol olsun, arzularımız, istəklərimiz həyata keçsin. Tanrının izni ilə o birliyimiz sayəsində istəklərimizə qovuşacaq. Qeyd etdiyimiz kimi, nümayəndə heyətin səfəri də demək olar ki, çox uğurlu alınıb. Tanrının yardımı ilə istəklərimiz həyata keçər. Bir daha sabahınız xeyirli olsun, gününüz uğurlu olsun. Doğma yurdumuz, Tatar, Qaraqoyunlu, Qiyaslı kəndlərimizdə bax belə sevincli sabahlarla burada yaşayıb açılsın, qarşılayaq.
Bir daha doğma yurtdan günəşli, səmimi salamlarla. Var olun, sevincli olun, həmişə birlikdə olaq, yurdumuzda olaq. Sağ olun.